Nə olaraq yazmısan? Yəni şeyi qıraqdan baxıcı olaraq yazmışım da. Səhv eləmişəm, səslərin problemi yoxdur. Ya millət ora başa düşmədi. Nə yazmısan? Nə şərəfsiz insandır. Ay iş baqatdan əmələ gələn sifətindən qəhbəli yağır bu oğraşım beqeyrət. Mən üçün demişəm Vaqif. O adam üçün ya. Yox, adam üçün demişəm. Kimdən gedir söhbət? O adam mənəm Vaqif. Yox, o videodan gedir söhbət, videodan. O videoda Videodur, şəkil nədir? O videodakı adam mənəm Vaqif. Səs qoşulub ora qardaşım, mən nə bilim nədən gedir. Vaqif, o adamla arvadla danışan mənəm. Vaqif. Tanıyırsan məni? Yox. Tanımaq istəyirsən məni? Səhv olubsa üzrü səyəsin, özürümü götürüm. Bağışlayasın. Bir qeyrət kimdir? Bağışladı. Vay ha. Səhv anlaşması oldu ya kardeşim, üzrü. Profil adı dinən mənə. Vaqif nə? Hansı? Instagram profili bizə. Vaqif Mir. Üzrü səyəsin də ehtiyac yoxdur eşini. Hala profil adı dinən mənə. Məndə var, skrindən bir də girib axtarmayayım. O hamısını götürmüşəm. Profil adı dinən mənə. Mirzəli Vaqif. Mirzəli nə? Gözlə bir dəqiqə. Mirzəli Vaqif. Hə, bir də 313 qoymuşsan. Tapdım, burada var. Bəli. Hə. İdmançısan da sən? Bəli. Hə. Mən üçün yazmışsan bir qeyrət, şərəfsiz oğraşdır yağır sifətindən. Düz də? Kardeşim vallahi andolsun Allah'a, yani bilərekten yazmamışım da, yani bilərekten yazmışım da, səhv eləmişəm. Silim, onun problemi yok. Bir qeyrət kimdir? Açıq orada yazılan bütün kommentara mən fikir yazıram. Çoxu da %90'ı fake profillə yazıb. Sənin baxtığında sən açıq profillə yazmışsan. Bir qeyrət kimdir deyirəm? Bağışlayar. Bağışlayar sən də kardeşim, üzür səyər. Kimdir oğraş bir qeyrət? Bağışlamıram mən. Mən Allah deyiləm bağışlayır. Sən bağışlayan Allahındır. Bir qeyrət oğraş kimə deyirsən? Heç kimi demirəm də, elə bilə heç nə. Sən atandır bir qeyrət. Silə. Yaxşı? Yaxşı. Sən atandır bir qeyrət. Sən atan oğraşdır. Yaxşı Vaqif? Üzürü səyərsən də bırak. Vaqif! Atan oğraşdır, bilirsən? Bacısın sikəndir. Vaqif! Bilirsən bunu? Üzürü səyərsən də bırak. Vaqif! Mən keçmirəm ha. Mən sizin o bağışlayan insanlardan deyiləm ha. Adamın anasını sikənə qədər gedirəm Vaqif. Vaqif, yaşamağa imkan vermərəm sənə. Bir var metrə ziyanı boynuva keçirdəsən. Bir var metrə ziyanı boynuva keçirdəsən. Bir var metrə ziyanı götüvə soxasan. Mən o metrəni boğaza yox, götə keçirdirirəm Vaqif. Ləhsinin talışı oxşuysan, mən Evet, talışı oxşuysan, kimə ki sən talışsan. Tanımadığın adama, üzünə deyə bilmədiyin adama kommentariyada söyürsənsə, sən talış yox, mənim sikimin başısan. Vaqif. Niyə özü bədbəxt deyirsən, cavan yaşda anavı, bacıvı söydürürsən? Hansısa bir ərəbə görə lazım idi bu. Hansısa qəhbə ərəb varı, ömrü boyu sənin qeyrətini çəkməyən ərəbə görə özünü söydürməyə dəyərmi? O günlərdə ərəblər sənin şəhidlərimin üstündə oynayırdılar. Sənin də o qəhbə qoca 85 yaşında arvad qəhbə ərəb varı, ona görə öz millətin üçün söyüş yazmaq kişiliydimi? Yox, orada bildim hansı videodan gedir söhbət. Orada kommentləri mən o dini şeyə görə şey eləmişəm, yoxsa başqa nəyə görə yazdım? Mənim ümumiyyətlə sən elitistlə fikrim yoxdur mənim elə. Dindarsan? Bəli. Mənim sikimə ki dindarsan. Ərəb müdafiə eləysən, ərəblərin şəhidlərimin üstündə tərəkəmə oynayırdılar. Ərəblə yox, ərəblə nə işim var mənim ərəblə? O qəhbə qadın ərəb idi axı. Dini hörmət edirəm. Nə din, ara qəhbə idi ərəb, nədir? Mənim dinim yoxdur tutaq ki. Sən mənə hörmət eləməyəcəksən? Hə? Eləyəcəm. Sənin Azərbaycanımın %90'ı müsəlman adı altında gəzir. Barların doludur, qəhbədir. Ailə vaxtarsan bəlkə 5 dənə cırıq çıxardaram sənin nəslindən. Nəslində hamı hicablıdır sənin. Sual verirəm. Hamısı yox, belə. Ben nə sikimin başıyla gəlsinə başı açıq? Hə? Şalvar geyinən var nəslində. Var ya yoxdur?
Hamı da var da. Ay sağ ol. Ona görə sox içibə həyatını yaşa. Mən indi sənin üçün elə bir dənə video çəkəcəm. Yaxşı. Hansısa idman komandasındasınsa bilmirəm, səni oradan da uzaqlaşdıracaqlar. Və sənə Qurban sənə keçməyəcəm. xahiş edirəm də. Sənə Xahiş edirəm də keçməyəcəm. sənə. 200 Çox dollar xahiş da edirəm. həmin videoya pulu Çox. yükləyəcəm. Mən sox içibə qulaq as. Sən komentar yazdın, özünü göstərdin oradakı dırnaq arası fake profildə olan adamlara, oldun qeyrətli oğlan. Elə bildin görməyəcəm. İndi mən sənin üçün elə bir video çəkəcəm. Bir 200 dollar da cebimdən rasxod eləyəcəm. O videonu bir yarım milyon adam baxacaq. Yəqin ki, sən o müəllimlərin zadını da görəcək, ailə üzvlərini də görəcək. Necə peysər olduğunu da görəcəklər. Yəqin ki, sənin karyerava da son qoyacaqlar. Ondan sonra da edib dönər satan işləyərsən. Yaxşı Vaqif? Eləmə də. Vaqif! Yaxşı. Çox xahiş edirəm. İndi mənə dayanmadan Yaxşı. sən vurub yalvaracaqsan, mən də keçməyəcəm sənə. Ged indi Allahından bağışlanmaq istə. Ged indi o Allah'a dua elə səni bağışlatdırsın. Və deyirdi nə Allahın tamam şərəfsiz oğra işdirdi mən üçün. Mənim sifətimdən oğra işdi, yağırdı. Yaxşı. Vaqif. Ay Vaqif. Hə. Sifətindən peysəri yağır. İndi şəklivə baxıram hal-hazırda. Nəysə, 10 dəqiqədən sonra videoya baxarsan. Maşını saxlayım, sənin üçün video çəkirəm. 10 dəqiqədən sonra baxarsan. Həlali Vaqif. Həlali Vaqif. Ali Rahimov 03'lü profilim. Gir bax. Instagramda. Yaxşı.